Övladdan pay vermək olurmu? Ne olur? Sizin adınızda rəsmi 8 uşaq var. Bəli. Bəs digər 9-cu? Onu diyemem. Ben evvel günden demiştim ki bu ailede nəsə düz getmir. Devlet bu ailenin daha ciddi araştırılmalıdır. Üzden getdi yok. O uşağın biri hanı, o 9. uşaq, sonra bu ölen uşaq hansı şəraitdə ölüb və yerdə qalan uşaqları hansı talih gözləyir? Mən düşünürəm ki, alınıb verilməlidir bu övladlar hamısı dövlətin himayəsinə, belə valideyn olmur. Mən bu adamı canlı yayında da pazladım. Dedim, ha bəs deyirsən ki, məni çəkən qızımdır qəbirstanlıqda. Sənin ikinci arvadın dedim çəkən. Yani bu ailede çok sirler yatır. İnanın. Hele indi yine video koyacağım bu danışığımın arkasınca. Görün bunun 9 uşaq doğmuş, beyni kurumuş kadını ne deyir. Yoldaşınızın sizdən başqa da xanımı var. Hə. Bir evdə yaşayırsınız. Bir evdə hə. Videoları çəkən də həmin xanımdır. Onu deyə bilmərəm. Yoldaşınız sizlə bir yerdə bir xanım saxlayır, 2 xanım. O başqa yerdə də saxlaya bilərəm. Mən onu deyə bilmərəm ki. Baktınız bunun arvadının da çıxışına. Bunlar arvad Allah'a and olsun deyirəm. Bu 9 uşağı, ya bilim yerde kalan uşağı istediği kimi istismar eləyə bilər. Bunların yani ikisinde de ben o potansiyeli görürəm. Möhtərəm dövlətimiz o uşaqları bunların himayəsindən alın. İkisini yok ha. Hamısını alın, götürün himayənizə. Bu uşaqların gələcəkdə yani yoksa hansı facia yaşayacaklarını siz məndən də gözəl bilirsiniz.